Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel akibetu lil muttaqin. Sümme salatu ve selamu ala eşrefil enbiyai vel murselin. Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Ve ala ehli beytihi teyyibin tahirin. Ve la'natullahi ala a'daihim ecma'in. Minel ana ila kıyami yevmiddin. İmam Hüseyin Aleyhisselam barəsində olan Hüseyniyə dərslərimizin inşallah dördüncüsüdür. Axırıncı dərsimizdə bu hədisi oxuduq. Hüseynun minni və ənə min Hüseyn. Əhəbballah mən əhəbbə Hüseyn. Bu hədis Hüseynun minni. Hüseyn məndəndir və ənə min Hüseyn və mən də Hüseyndənəm. Əhəbballahə. Mən əhəbbə Hüseyn. Hər kim Hüseyni sevsə, Allah onu sevər. Bu rəvayət gərək iki cür bəhs olunur. Biri sənədi cəhətdən və biri də dəlalət cəhətindən. Sənəd cəhətindən keçən dəfə dedik ki, sənədi qursu möhkəmdir. Bütün İslam alimləri bu rəvayətin sənədinə çatanda deyirlər, haza səhihun. Bu sənəd səhihdir. Dün mən keçən dərsdə əlbəttə işğal edildim, genə də deyirəm. Bu rəvayəti İbn Əsir, həmin Əsədül-Qabə kitabının sahibi Əsədül-Qabədə gətiribdir. Əhməd ibn Həmbəl Şeybani gətiribdir. Tirmizi gətiribdir. İbn Macə gətiribdir. Hakim Nişanburi, Buxari və başqalar. Şəmsəddin Zəhəbi bu rəvayətdə yazır ki, qalət Tirmizi hazə hədis həsənun. Bu həsən, hədis həsəndir. Və özü isə yazıb Tərxiz kitabındakı deyir ki, və hazə hədis səhihun. Rəvayətin sənədinin səhih olmasında heç bir işqə yoxdur. Bütün am-ı xas, bütün İslam alimləri deyirlər ki, bu hədis səhihdir. Amma rəvayətin dəlalət cəhətindən bəhsi necədir? Dəlalət cəhətindən bəhsi də budur ki, əlbəttə mətni, hədisin mətni belədir. Səid ibn Əbi Raşid ən Ya'la Amiri. Səid ibn Əbi Rəşid Ya'la Amirdən belə nəql edir. Ənəhu xarəcə min ində Rasulullah ilə ta'amin. Dəqiyə iləyki. Deyir ki, Ya'la Amiri belə deyir ki, mən Resulullah yanından çıxdı. Məni bir yerdə yeməyə dəvət eləmişdilər. Fəizə huvə Hüseynin. Yəl'əbu məəs-sibyan. Deyir, Hüseyin Aleyhisselamı gördüm və uşaqlarla oynayırdı. Fəstəqbələhun nəbi. Əmaməl qovm. Həzrət deyir, Peyğəmbər Əkrəm onun qarşıladı. Əllərini açdı, ona tərəf getdi. Qovmun qarşısında. Summa bəsətə yədəyhi. Həzrət ona qarşı, İmam Hüseynə qarşı getdi və əllərini açdı. İmam Hüseyin balaca uşaqdır da. Əllərini açdı. Fətəfərəs səbiyyi hahuna mərrətən və hahuna mərrətən. Deyir ki, İmam Hüseyin Aleyhisselam ki, balaca uşaq idi, o tərəfə qaçdı, bu tərəfə qaçdı. Həzrət Peyğəmbər Əkrəm qucağına açmışdı, qucağına gəldi. Və cəalə Rasulullah yüzahikuhu hətta əxəzəhu fəcəalə ihdə yədəyhi. Və Həzrət Peyğəmbər Əkrəm onu nə deyir? Qucağına aldı və hər ikisi gülümsədilər. Hətta əxəzəhu. Peyğəmbər deyir, onu tutdu. Fəcəalə ihdə yədəyhi təhtə zəqnihi vəl-uxra təhtə qafaihi. Əlinin birini çənəsinin altından qoydu İmam Hüseyin Aleyhisselamın, birini də başının üstünə. Və vəzə fahu əla fihi və qabbələhu. Sonra İmam Hüseyin Aleyhisselam ağzından öpdü. Ağzından öpdü. Sümmə qalə Hüseynun minni və ənə min Hüseyn. Ondan sonra burada dedi. Hüseyn məndəndir və mən Hüseyndənəm. Əhəbballah mən əhəbbə Hüseynən. Hər kim Hüseyni sevsə, Allah onu sevsin. Hüseynun sibtun minəl əsba.
Hüseyn nəvələrdən bir nəvədir. Yəni çox gözəl bir nəvədir bu nəvə. Burada bu rəvayət keçir. Başqa mənbələrdə çoxdur bu hədisin keçən yerləri. Amma hədisin mətni budur. Burada Hüseyn məndəndir və mən Hüseynnənəm. Söhbətimiz burada idi ki, bu nədir? Əvvələn mən nədir? Məsələn, mən ki deyirəm, burada biraz açıqlamağa və təfsirə ehtiyac var ki, hədis lazımı qədər düzgün başa düşülsün. Məsələn, mən deyirəm ki, mənim əlim, mənim başım, mənim canım. Ya məsələn, bəzi işgələr qabaq deyir ki, mənim canım fəda olsun filan şeyə. İndi bu əl, ayaq nədir? Əldir, ayaqdır, başdır bu. Bədənin üzvləridir, cüzləridir, düzdür. Bədənin üzvü, bədənin cüzü, hətta bədənin bütöv özü, heykəli, əl, ayaq, baş, can, bütöv hamısı bir yerdə olur ki, məsəl üçün canım, buna can deyirik, canım qurban, canım fəda olsun, məsələn, bu işlədirik. Əhl-i Beyt məsələ məqamında və çoxdur belə deyir ki, atam anam sənə fəda olsun, nəfsi, canım sənə fəda olsun, yəni Rasulullah falan. Mənim nəfsim, yəni mənim canım, mənim əlim, ayağım, bu mən bəs kimdir? Bu mən bəs nəçidir? Bu mən kimdir ki, hər şey buna izaf olunur? Əl, ayaq, hətta bədənin özü buna izaf olur. Bu mən kimdir? Mən həmin ruhdur, insanın ruhudur. İnsanın ruhudur ki, qalanlar hamısı ruhun nə deyib? Vasitəsidir ki, ruh həqiqət tapması üçün ona əldir, ayaqdır, bu bədənin özüdür. Bunlar hamısı nədir? Vasitədir. Ruhun bir iş görməsi üçün, həyatda vasitə, ruhun səcdə eləməsi üçün, ruhun dua eləməsi üçün, düzdür? Ruhun istəyir haqq ya batıl yol tutması üçün bu bədən onun üçün bir vasitədir. İndi Həzrət Peyğəmbər Əkrəm buyurur ki, Hüseyn minni, Hüseyn məndəndir və mən Hüseynnənəm. Buradakı olan izafə necə bir izafədir? Hüseyn məndəndir, yəni Hüseyn ruhu mənim ruhumdandır. Hüseyn minni, mənim ruhumdandır. Və mən də Hüseynin ruhundanam. Hüseyn minni və ənə min Hüseyn. Hüseyn minni, Hüseyn məndəndir. Əgər desək ki, Hüseyn məndən, yəni mənim nəvəmdir, onda mən də Hüseynənəm mənası olmaz. Bəs bu nədirsə, Hüseyn Peyğəmbər Hüseyndəndir, Hüseyn də Peyğəmbərdəndir. Bu nədirsə, bunlar bir şeydəndir. Bunlar ikisi də bir şeydəndir. Baxaq görək, Peyğəmbər dedik ki, ruhdur. Peyğəmbərin ruhu nədəndir? Ki, İmam Hüseyin ruhu ondandır. Kəndinə belə başa düşmək olar. Hüseyin kim, Peyğəmbər kimdirsə Hüseyin də odur. Hüseyin minni və ənə min Hüseyin mənası budur. İndi baxaq görək Həzrəti Rasul sallallahu aleyhi və səlləm o özü, onun ruhu kimdir? Onun ruhu kimdəndir? Onun ruhu kimdəndir? Və buna həm rəvayət, həm Quran ayəsi dəlalət edir ki, Peyğəmbərin ruhu Allahın əzəmətli nurundandır. Allahın əzəmətli nurundandır. Bax, rəvayət necə deyir? Ən Əbi Həmzə qalə səmihdu Əli ibn Hüseyin yəqul. Əli ibn Hüseyin deyir, işitdim ki, belə İmam Zeynəb yəqul, İnnəllah xələqə Muhammədən. Allah Muhammədi xəlq elədi və Əliyyən və Əlini xəlq elədi və əhədə əşərə min vuludihi və Əlinin 11 övladını Allah xəlq elədi min nur əzəmətihi. Nədən? Özünün əzəmətli nurundan. Bəs bunlar
ki, hamısı bir-birindəndir. Peyğəmbər Əkrəm bu ki, mən Hüseynəm, Hüseyn məndəndir. Bunlar hamısı bir nurdandır. Bəs o nur nədəndir? O nur Allahın bunların ruhu xüsusi bir nurdan xəlq olunubdur və o nur Allahın əzəmətli nurudur. فأقامهم أشباها فأقامهم أشباها في زياء نوره يعبدونه قبل خلق الخلق. Allah bəs bunları öz nurundan xəlq elədi. Bunları yaradandan sonra bunları bir əşbah, bir qaraltı surətində, bir əşbah surətində bunları əşbah, yəni bir maddi vücudu olan bir surətdə, zahirdə görsənən bir surətdə, bəli, ki bir rəvayət var, ərşdə Allah onları qərar verdi. Burada deyir ki, Allah onları bir əşbah surətində öz nurundan xəlq elədi və onları nə deyir, o surətdə, yəni əşbah surətində saxladı. Və deyir, bunlar ki, xəlq oldular Allahın nurundan, bir əşbah kimi, bir görüntü kimi, nur kimi görsənirdilər. Ondan sonra Allaha ibadət elədilər. Ya'budunehu, Allaha bunlar ibadət edirdi. Qəblə xəlqil xəlq, Allah məxluqatı xəlq eləməmişdən qabaq ki, bunlar var idilər. Yusabbihunullah və yuqaddisunehu, Allahı bunlar təsbih deyirdilər və Allaha təqdis deyirdilər. Quddusun, quddusun, yəni subhanallah, subhanallah, bu mənası yusabbihun, yəni subhanallah deyirdilər. Quddus deyirdilər, yəni Allah pakdır. Və humul əimmətu min vuludi Rasulullah. Bunlar o imamlardır ki, Rasulullahın nədir? Min vuludi Rasulullah, Rasulullahın nədir? Övladlarındandır. Bəs Əymi Əthar Həzrət Peyğəmbərin Fatimə-i Zəhradan olan övladlarıdır. Və Allah onların hamısını, Resulullah daxil, hamısını bir nurdan Allah xəlq eləyib. Deyir ki, Allah Quranda buyurur, biz xanım Fatimə-i Zəhra əleyhissalamın dərslərində də buna işarə eləmişdik. Allah, bəli, Nur surəsinin 35-ci ayəsində buyurur, Allahu nurus səmavatı vəl ərz. Allah yerin və göyün nurudur. Məsəli nurihi, onun nurunun misalı kəmişkatin. O mişkatdır ki, mişkat nədir? Mişkat çıraqdan. O çıraqdandır ki, fiha misbahun. O çıraqdanda çıraq var. Əl-misbahu fi zucacətin. Misbah da, həmin o çıraq da bir şüşənin içərisindədir. Əz-zucacəti kəənnəha kavkəbun durriyyun. O şüşə də elə bir yanan, parıldayan bir ulduzdur. Yuqədi min şəcərətin. Yuqədu. O yanır. Bəs misbah yanır, o kovkəb də nədir orada? Parıldayır. Yuqədi, bu yanır, bəs bunun misbahı yanır, nəyin yağından naşır ki, bunun yağı nədəndir? Yuqədi min şəcərətin mübarəkətin zeytunətin. Deyir, mübarək bir zeytun ağacını nədir? Bu meyvəsindəndir, yağıdır burada yanır. La şərqiyyətin və la qərbiyyətin. O zeytun ağacı nə bağın axırındadır, nə bağın əvvəlindədir. Düz ortasında, yəni gün dəyən yerində, yəni meyvəsi çox yaşıdır. Yəqadu zeytuha yuziyyu, yəqadu zeytuha yuziyyu və ləv ləm təmsisuhu narun. Deyir ki, hələ onun yağı, o misbahın yağı, ki, elə bir zeytun ağacının yağından ki, mübarəkdir, nə şərqdədir, nə qərbdə, yəni bağın nə axırındadır, nə əvvəl, düz ortasında gün dəyən yerindədir. Deyir, elə bir şəffaf, elə bir onun yağı, elə bir yağdır ki, onu yandırmamış, o elə bir parıldayır və nur verir, yandırmamış o nur. Nurun əla nurin, nur üstündən nur verir, yahdiyallah li nurihi.
Allah hidayət edir, yahdiyallah li nurihi, Allah hidayət edir öz nuru ilə mən yəşəu istədiyin və yazribullah əmsalin nas vallahu bi kulli şeyin alim. Və yazribullahu əmsal, Allah misallar vurur insanlar üçün vallahu bi kulli şeyin alim. Allah hər şeyi nədir? Biləndir. Dedik bu ayədə həmin mişqat çıraqdan həmin Rasulullahdır. Onun içindəki misbah həmin Əmir əl-Mömin əleyhissalama şərh, İmam Sadiq əleyhissalam şərh edir ki, burada çıraqdan çıraqbanlığına söhbət getmir. Burada Rasulullah həmin mişqatdır və misbah həmin Əmir əl-Möminin Əli ibn Əbi Talibdir. Həmin o zücacə ki, dürriyyun kovkəbun, o parıldayan ulduz ki var şüşə, şüşənin içindədir bu misbah. O Fatimi Zəhradır. Fatimi Zəhradır. Və o yağ ki onun içindədir, o və nurun ələn nur ki deyir, nurən ələn nur, nur üstündən nur. Bu ki Həzrəti Fatimi Zəhra və Əlinin 11 övladıdır. Bir gedər, o biri gələr və bunlar nurun ələn nurdur, nur üstündən nurdular. Baxsan, İmam Sadiq əleyhissalam bu rəvayətin təfsirində ki, buyurur ki, nur həmin nədir? Rasulullahdır və Əlidir, Fatimi Zəhradır, sallallahu aleyhi ve sellem, və onların 11 övladı. Yaxşı. Bəs Peyğəmbər Əkrəm ki buyurur, Ənə min Hüseyn və mən Hüseyndənəm və Hüseyn də məndəndir. Yəni Peyğəmbər Əkrəm Hüseyn eynən Peyğəmbər Əkrəmdir. Yəni Həzrət İmam Hüseyn əleyhissalamın şəhadəti və müsibəti eynən Peyğəmbərin müsibətidir. Və Əmir əl-Möminin müsibəti eynən Rasulullahın müsibətidir. Və xanım Fatimə Zəhranın müsibəti eynən Peyğəmbərin müsibətidir. O da Allah Quranda buyurur, Əraf surəsi 187-ci ayə. Səqulət fis-səmavati vəl-ərz. Ağırlıq elədi yerə və göyə. O ağırlıq eləyən nə idi? Müfəssirlər İmam Sadiq əleyhissalam bu ayənin təfsirində buyurur ki, İmam Sadiq əleyhissalam bu ayənin təfsirində buyurur ki, o ağırlıq eləyən İmam Hüseyn əleyhissalam müsibətidir. Niyə? Çünki bu müsibətin ağırlığı eynən Peyğəmbərin müsibətinin ağırlığındadır. Və Həzrəti Peyğəmbər, Həzrəti Əmir əl-Möminin bu ayəni əvvəldən oxuyum. Yəsəlunəkə ənis-saəti əyyənə mursaha qul innəmə ilməhə ində Rabbi la yücəlliha li vəqtiha illə huvə səqulət fis-səmavati vəl-ərz la tə'tikum illə bə'dətən. Bu ayət Əraf 187. Yerə və göyə ağırlıq elədi. Həzrəti İmam Hüseyn əleyhissalamın müsibəti. Ya Əmir əl-Mömin əleyhissalam ki şəhadətə yetişdi, nadə Cəbrail, Cəbrail ki münadə elədi, beynəs-səmai vəl-ərz, yerlə göy arasında bir sovtin, elə bir səslə ki, yəsmə'u kullu mustayqizin, hər ayıq adam onu eşidərdi. Nə dedi? Təhaddəmət vallah ərkanul huda, and olsun Allaha, hidayətin rükunları məhv oldu. وَانْتَمَسَتْ وَاللّٰهُ نُجُومُ السَّمَا, and olsun Allaha göyün ulduzları töküldü. Və ə'lamut tuqa, və təqvanın əlamətləri məhv nabud oldu. وَانْسَمَتْ وَاللّٰهُ urvatil vusqa, urvatil vusqa məhv nabud oldu. Həzrət Əli əleyhissalam ölməsi ilə təhəmmədət vallah ərkanul huda, and olsun hidayətin rükunları məhv oldu. Həzrət Cəbrail bunu nida edir. Niyə? Çünki Həzrət Peyğəmbər Əkrəmin nuru Rasulullahın nurundandır. Rasulullahın nuru da o əzəmətli nura müntəsəbdir, bağlıdır. Bunların ölümü, bunların şəhadəti eynən Rasulullahın şəhadətidir. Və bunların müsibəti eynən Rasulullahın müsibətidir. Rasulullahın da ruhu hardan dedik? Allahın nurundandır, Allahın əzəmətindəndir.
Hazreti İmam Hüseyin Aleyhisselam ziyaretinde okuyuruq. Ya Eba Abdillah, laqad azumetur raziyyetu ve celletil musibetu. Ey Eba Abdullah, laqad azumetur raziyyetu ve celletil musibetu. Ey Eba Abdullah, senin musibetin çok büyük oldu, raziyyetin çok əzəmətli oldu. Bika aleyna ve ali ve ala cemi ehli semavat vel ard. Senin musibetin bize çok büyük oldu ve bütün sema ve yer əhlinə böyük oldu. Kamil ziyarətdə gəlibdir İmam Hüseyin Aleyhisselamın ziyarətnaməsində. Bəs bu müsibət elə bir sıradan bir müsibət deyil. Zürarə buyurur, Hazreti Ebu Abdüllah İmam Sadiq Aleyhisselam Zürarəyə xitab edir. Ya Zürarətu inne sema'e beket alel Hüseyin 40 sabah. Ey Zürarə, göy İmam Hüseyin Aleyhisselam'a 40 gün ağladı. 40 gün ağladı. Bidemin ve kanla ağladı. Kan ağladı İmam Hüseyin. Ve innel erze bekat 40 sabahen. Ve yerde İmam Hüseyin Aleyhisselam'a 40 gün ağladı. Biz sevadi, qaralmaqla ağladı. Yəni göy qızarmaqla öz qan rəngində oldu da bildirdi ağlamağı və yerdə nə deyir? Qaralmaqla, qara buludların gəlməsi ilə bildirdi. Və innə şəmsə bəqət 40 səbahən. Günəş də İmam Hüseynə 40 gün ağladı. Bir kusufi vəl humrəti, öz qırmızılığı ilə və özünün tutulması ilə. Və innəl cibalə təqəddəət vantasərət və dağlar da ağladı parça-parça olmaqlarıyla və innəl biharə təfaccərət və dəryalar İmam Hüseyin Aleyhisselama ağladı. Nə ilə? Munfəcir olmaqla, partlayışlar eləməklə, böyük dalğalarla. Və innəl mələikətə bəqət 40 səbahən. Mələklər də İmam Hüseyin Aleyhisselama 40 gün ağladı Ələl Hüseyin. Və məxtəzəbət minna imrəətun. Və biz Haşim ailəsindən bir nəfər də saçına, saqqalına həna qoymadı. Yəni xanımlarımız başlarına həna qoymadı. Və la zahanət və ləqtəhələt. Nə zinət əşyası taxdılar, nə də sürmə çəkdilər. Və la rəccələt hətta ətənə rəfsu Ubeydullah İbn Ziyad. Ta İbn Ziyadın başı bizə gətirilənə qədər və bizim xanımlarımız başlarına həna qoymadı, nə zinət əşyaları taxmadılar. Ta ki Ubeydullahın başı gələnə qədər 5 il sonra Ubeydullahın başı gəlibdir. O müddətə qədər bunlar yasda olublar. Bunlar yasda olublar. İmam Sadiq Aleyhisselamın əgər bir adam yadına salsaydı İmam Ebu Abdullah'ı buyurlar ki həmin gün üzü gülməzdi. Həmin gün üzü gülməzdi. Bu musibət sıradan bir musibət deyil. Bu musibət müttəsildir əsl musibəti Resulullahın musibətinə. Resulullahın musibəti də Allahın öz musibətidir. Çünki bunlar Allahın öz əzəmətli ruhundan xəlq olublar. O da belə bir əzəmət və Əhl-i Beyt, Əymi Əthar və bunu yaxşı bilir və onların xanımları da yaxşı müsibət necə müsibətdir. O da buyurur ki, bizim xanımlarımız başlarına xizab eləmədilər, xına qoymadılar, yağ sürtmədilər, sürmə çəkmədilər, saçlarını belə daramadılar. Ta ki, Abdullah ibn Ziyadın başı bizə gətirdilər. Ondan sonra nə deyib? Biz ki, İmam Hüseyin Aleyhisselamın o qanı alındı, İbn Ziyadın başı gəldi. Ondan sonra xanımlarımız başlarına xına qoydular. Və bu dediklərimiz nağıl deyil və bunlar İbn Həcər Əsqalani, Heysəmi, Cəlaləddin Suyuti və ammanın başqa alimləri nəql ediblər ki, hamısı yəni ittifaq nəzərdilər. Aşuranın zöhründə aləm elə bir qaranlığa qərq oldu ki və günəş münkəsif oldu, günəş tutuldu.
Tamam göğün ulduzları zahir oldular. Bu bunlar bunu yazıblar yani. Bunlar hamısı dediklərimizin əlamətidir. Və İmam Əleyhisselam da ona işarə edir. Günəş ağladı, ay ağladı, yer ağladı, göy ağladı. Və ağlamaqların əlaməti nədirsə İmam Əleyhisselam onları bir-bir buyurur. Onlardan mən birini oxuyum. Əbu Qubeyl ləmma qutilə Hüseyn elə ki İmam Hüseyn qətlə yetirdi Hüseyn ibn Əli kusifəti şəms güneş tutuldu. Kesveten hatta bedetil kevakib tutuldu. Hatta onun tutulma ile karanlığa qərq oldu yeryüzü. Ulduzlar görsəndi. Nisfin nahar. Gün ortanın düz ortasında, günün düz ortasında güneş tutuldu ve göğün ulduzları görsəndi. Əbi Umrət Munşid nəql edir Hazreti İmam Sadiq Aleyhisselam Mazıqrəl Hüseyin indi Əbi Abdillah her vaxt İmam Sadiq Aleyhisselamın yanında İmam Hüseyin Aleyhisselamın adını çəkərlər, onu zikr eləyərdilər, xatirəsini yad eləyərdilər. Fi yevmin qattu ferru'ya Əbu Abdillah. Həmin gün qəti surətdə Əbu Abdillah, yəni İmam Sadiq Aleyhisselam gülməzdi. Qattu mütəbəssimən təbəssüm eləməzdi. Fi zalikəl yevm iləleyl. Həmin gün ta gecəyə qədər. Və kan yəqulul Hüseyn əbrətü kulli müminin. Ta həmin günü gecəyə qədər özünə özü gülməzdi Həzrətin. Özü gülməzdi. Qanı qarı olardı. İmam Rıza Aleyhisselam buyurur İnnə muharrəmə şəhrun Məhərrəm ayı bir aydı ki Kâne əhlül cahiliyyəti yuharrimune fihil qital. Cahiliyyət əhli o gün qitalı, müharibəni haram eləmişdi. Və stuhillət fihi dimauna. Elə bir ayda bizim qanımızı halal elədilər. Və hutikə fihi hurmətuna. Bizim hörmətimizi sındırdılar. Və subiyə fihi zərariruna. Və nisauna. Bizim uşaqlarımızı və xanımlarımızı, kənizlərimizi neynədilər? Əsir aldılar. Və uzrimətin niran fi məzaribina. Və ximələrimizə od vurdular. Və tuhibə ma fiha min səqlina. Və hər nə var idi o ximələrdə hamısını qəsb elədilər, alıb apardılar. Və ləm tur'a li Rasulillah hürmetun fi emrina inne yevmel Hüseyin. Hüseyin günü yani Aşura günü Resulullah'ın hürmetini sığdırdılar ve Resulullah'a göre bize hürmet koymadılar. Ondan buyurur ki aleyhisselam ekraha cufunena bizim inne yevmel Hüseyin yani Aşura günü, Hüseyin günü, Muharrem ayı ekraha cufunena bizim kibriğimizin kökü yara olar. Ve esbele dumu'ana bizim gözyaşımız silab olar. Ve ezelle azizena bi erzi kerbin ve belain bizim azizimiz İmam sallallahu aleyhi ve sellem'e işare ederek bizim azizimizi Kerbela'da zelil xar elədilər. Ve avrastana ve bizi dərdə, qəmə və qüssiyə saldılar. Ya ərzi kərbin və bəlaun avrastina. Ya belə deyək, Kərbəla ibarət iki cürddən deyək bu cürlə. Kərbəla və bəla torpağında bizi qəm qüssiyə saldılar. İlə yevmil enqizai fəaləl mislil Hüseyin. Və bu müsibətə görə qiyamət gününə qədər gərək İmam Hüseyin Aleyhisselama ağlayan və göz yaş dökək. Ondan sonra buyurur ki, mislil Hüseyin, Hüseyin elə bir şəxsdir ki, fəlyəbqil baqun, ağlayanlar ona ağlayar, göz yaş dökər. Fə innəl buqaə yəhuddu zunubəl izam. İmam Hüseyinlə ağlayan gözlərin
sahibin Allah böyük günahların bağışlayar. Sümme kal, sonra dedi, kâne ebi izâ dehale şehrul muharrem, atam yani İmam Hüseyin Kazım elə ki Muharrem ayı daxil olardı, la yura zahiken, heç kim onu güler görmezdi. Ve kanet kiabetu teglibu aleyhi hatta yemziye minhu eşâti eyyamin. Qəm və qüssə ona qələbə çalardı ta Məhərrəm ayının 10-cu gününə qədər. Bəs Məhərrəm ayının 10-unda nə baş verərdi? Atam İmam Musa ibn Cəfər üçün. Bəs Aşura günü nə olardı? Aşura gününə qədər qəm, qüssə içində qalardı. Həzrət ona buyurur ki, və izə kânə yevmul aşir, elə ki 10-cu gün olardı, Aşura günü olardı. Kânə zâlikəl yevm musibətihi və husnihi. O gün atamın deyil, müsibət idi və qəminin qüssəsi idi və bukaihi, ağlamaq günü idi. Və yəquldir, atam deyərdi, və yevmüllezi qutlə fihil Hüseyin deyərdi, bu gündür ki, Hüseyin bu günü qətlə yetirilibdi, şəhadətə yetirilibdi. Bizim əmmə əthar imamlarımız bu müsibəti ağlayıblar. Mələklər ağlayıb, yer ağlayıb, göy ağlayıb. Bütün imamlar Məhərrəm ayın onu gələndə imam buyurur ki, biz hər gün ağlayırıq, amma Aşura günü bütün imamlar xüsusi müsibət saxlayıblar. O qədər ağlayarıq, kipriklərimizin kökü yara olar. Çünki niyə? Bu müsibət Həzrəti Əlinin müsibətidir. Bu müsibət Həzrəti Fatimə Zəhranın müsibətidir. Bu müsibət eyni Rəsulullahın müsibətidir. Bu Allahın özünün müsibətidir. Hüseyin minni və ənə min Hüseyin. Mən hansı ruhdan xəlq olmuşamsa, Hüseyin də o ruhdan xəlq olub. Və məni kim sevsə Hüseyni sevər. Və Hüseyni sevən Allahı sevər. Allah Hüseyni sevənlərdən razıdır. Allah Hüseyni sevənləri sevər. Niyə? Çünki İmam Hüseyin Aleyhisselamı sevmək elə Rasulullahın özünü sevməkdir. İmam Hüseyin Aleyhisselamın matəmi bu hədisə əsasən gərək bütün müsəlmanlar Aşura günü İmam Hüseyin Aleyhisselam matəm saxlasın. Hüseynün minni və ənə min Hüseyin hədisinə əsasən bütün müsəlmanlar gərək matəm saxlasınlar. Bu xas bir iddənin matəmi deyil bu hədisə əsasən. Allah'a ant verirəm öz izzət-i cəlalına, Allah İmam Hüseyin Aleyhisselama göz yaş tökməkdə bizi müvəffəq eləsin. Çünki İmam Rıza Aleyhisselam buyurur ki, ona tökülən göz yaşı günahların kəffarəsidir. Bəs məlum olan budur ki, İmam Hüseyin Aleyhisselama ağlamaq da özü bir səadətdir, özü bir lütfdür, özü bir neymətdir, özü bir ruzudur Allah tərəfindən. Və İmam Hüseyin Aleyhisselam məhəbbəti möminlərin qəlbində. Görsən nə deyir? Möminlərin qəlbində. Bəs özü bir neymətdir İmam Hüseyin Aleyhisselama göz yaş düşmək, ona müsibət eləmək, onun üçün qəmə və qüssiyə baxmaq. Allah'ın verirəm İmam Hüseyin Aleyhisselamı tanıdanlardan və tanıyanlardan Allah bizi qərar versin. Və Allah onunla bizi məhşur etsin dünya və axirətdə. İnşallah Teala.